Lügəti mənada haram, yəni yasaq, yəni qadağan. Bu lügəti mənada. Amma şəriət mənada haram başqadır, təkcə qadağan deməkdir. Təkcə yasaq deməkdir. Şəriət mənasında haramın mənası budur ki, Allah tərəfindən Peyğəmbər salavatullah aleyh və alihin şəriəti ilə bizə gəlib çatan, qadağa olunan əməllərdir ki, əgər tövbə olunmasa, tərk olunmasa, qiyamətdə onun üçün cəza var, iqab var. Ona deyərlər haram. Haram hər qadağıya deyilmir, lüğətdə olan qadağıya. Çünki bəzi qadağalar var ki, ola bilər üçün qiyamətdə. Burada qadağan da olmaz. Amma ahirətdə üçün cəzası yoxdur. Amma o ki, şəriətdə haramdır, mənası budur, yadınızda qalsın. Şəriətdə haramın mənası budur ki, Allah tərəfindən bu, ona görə haramın gərək dəlili möhkəm ola. Haramın gərək dəlili möhkəm ispat eləyəsən. Ona görə siz fikir versiniz, bizim şəriət kitablarına. Bəzi məsələlər vardır ki, orada alimlər deyirlər ki, soruşursan, bu olar yoxsa yox, deyir, ehtiyata görə haramdır, ehtiyat vacibə görə haram. Nə deməkdir ehtiyat vacibə görə haram? Hə? Həyifdir, məsələn, bir ömür yaşayasan, 30 il, 40 il, 50 il ibadət eləyəsən və bilməyəsən bu şəriətin ən belə primitiv terminlərindən xəbərin olmayan. Ona görə İmam Hüseynin məclislərinin bir bərəkəti də budur. Bizə din öyrədir, bizə şəriət öyrədir, bizə halal öyrədir, bizə haram öyrədir, bizə dostluq öyrədir, bizə sədaqət öyrədir, bizə vəfa öyrədir. Bu məclislərin bir bərəkəti də budur. Ehtiyat vacib, haram o vaxtı alimdir ki, harama tam dəlili yoxdur. O ki, tam dəlili yoxdur, eləyə bilmir fətva versin. Çünki fətvanın məsuliyyəti var. Nəyə əsasən fətva verirsən? O səthi bilənlərdir. Məsələn, görərsən, durar fətva verər, bu vacib, bu haram, bu olar, bu olmaz, bu caiz, bu qeyri-caiz. Amma alimlər bu məsələdə çox həssasdırlar. Niyə? Çünki bilirlər məsuliyyətin. Bilirlər Həzrəti Əli əleyhissalamın oğlu İmam Həsən əleyhissalama, hələ söhbət iki məsumdan gedir. Həzrəti Əli əleyhissalamın oğlu İmam Həsənə vəsiyyətində var ki, ya bu ney, ey mənim balam, fətva verməkdən qaç, şir və pələngdən qaçan kimi. Nə qədər məsuliyyətlidir ki bu məsələ, İmam Əli əleyhissalam belə bir tövsiyə eləyir. Fətva məsələsi ağırdır. Xüsusilə də o ki haramdır. O məsələ gərək möhkəm dəlili ola.